Yalnız özünə və birə bölünən birdən böyük natural ədədlərə biz sadə ədədlər deyirik. Məsələn, 2 ədədi ən kiçik sadə ədəddir. 2 ədədi yalnız özünə, yəni 2-yə və 1-ə bölünür. Bundan sonra ən kiçik sadə ədəd 3-dür. 3 yalnız özünə, yəni 3-ə və 1-ə bölünür. 4 sadə ədəd deyildir. Çünki 4 özünə, 1-ə və həmçinin 2-yə də bölünür. Buna görə biz 4-ə mürəkkəb ədəd deyirik. Bəs sadə ədədləri biz belə davam elətdirsək 2, 3, 5, 7, 11 və s. şəklində neçə belə ədəd tapa bilərik? Yəni bu ədədlərin sayı nə qədərdir? Ya da bu ədədlərin sayı sonsuz saydadırmı? Bu sualın cavabını ilk dəfə bizim eradan əvvəl qədim Yunan riyaziyyatçısı Evklid cavablandırmışdır. O isbat etmişdir ki, sadə ədədlərin sayı sonsuz saydadır. Gəlin bu sadə ədədlərin sonsuzluğunu biz də isbat edək. Əksinə fərz etmə metodundan gəlin istifadə edək. Deyək ki, sadə ədədlərin sayı sonludur. Yəni biz bu sadə ədədləri P1, P2, P3 və s. şəklində sonuncu sadə isə P-in ilə işarə edərək düzə bilərik. Burada P1 ən kiçik sadə ədəd, yəni 2, P2 ikinci sadə ədəd, yəni 3, P3 5 və s. belə davam edir. Deməli biz əgər bu şəkildə sıralaya biliriksə, gəlin bu ədədləri mötərizə içərisində bir-birlərini vuraq və hasil şəklində yazaq. P1 vurulsun, P2 vurulsun, P3 vurulsun, P-nə qədər. Və alınan bu sadə ədədlərin vurğuna, yəni yeni aldığımız ədədin üzərinə 1 əlavə edək və bu ədədə biz S deyək. Aydındır ki, sadə ədədlər natural ədədlər çoxluğuna daxil olduğundan onların hasili də yeni bir natural ədəd verəcəkdir. Və hər hansı bir natural ədədin üzərinə 1 əlavə etdikdə alınan ədəd natural ədəd olacaqdır. Yəni S ədədi burada natural ədədlər çoxluğuna daxildir. Aritmetikanın təməl teoreminə görə birdən böyük istənilən natural ədəd ya sadə ədəddir, ya da sadə ədədlərin vurğuları şəklində yazıla bilir. Aydındır ki, burada S natural ədəd olduğundan iki hal mümkündür. Ya S sadə ədəddir, ya da sadə ədədlərin vurğuları şəklində yazıla bilir. İlk hala baxaq. İlk halda deyək ki, S sadə ədəddir. S sadə ədəddirsə, biz burada sadə ədədlərin hamısını yazmışdıq və bir-birlərinə vurmuşduq. Bu sadə ədədlərin vurğularının üzərinə biz 1 əlavə etdiyimizə görə sonuncu sadə ədəddən daha böyük bir sadə ədəd almış oluruq. Bu da bizim ilkin fərziyyəmizə ziddir. Buna görə də biz ziddiyyət aldıq ki, S sadə ədəd deyildir. Bəs S sadə ədəd deyildirsə nə baş verir? Biz bunu sadə ədədlərin vurğuları şəklində yaza bilməliyik, hasilləri şəklində yaza bilməliyik. Ancaq biz bütün sadə ədədləri burada bir-birinə vurmuşduq və üzərinə 1 gəlmişdik. Bu da deməkdir ki, S-ə hər hansı istənilən bir sadə ədədə böldükdə sonda bizdə 1 qalığı qalacaqdır. Yəni sadə ədədlər vurğu şəklində də biz S-i yaza bilmirik. Buradan da aldığımız ziddiyyətə əsasən biz deyirik ki, sadə ədədlər sonsuz saydadır. Sağ olun, gələn videolardayıq.